Allahın dini yoxdur. Yeganə din var, o da eşq dinidir. Allahın dili də yoxdur. Allahın xüsusən seçdiyi dini də yoxdur. Onda gəh deyirsən ki, Allah bəndələri arasında ayrı seçkilik salmır, gəh deyirsən ən gözəl din bizimdir, biz müsəlmanıq. Mən ölü olum siz diri, yaxud da indi kimsə onun günü görəcək, bir gün dinsizlik, hörmətsizlik sayılacaq. Dinsiz adam hörmətsiz olacaq. Deyəcəklər, bu nə səviyyəsiz adam. İndi əksidir. İndi hələ hamısız dindən çıxıb səviyyəli jestlər edirlər. Mən deistəm, elə fəxrlə deyəm, mən köhnəpərəst deyiləm, mən müasir adamam. Çoxsu ona görə edir onu, valla. Heç soruşsun, onu nə maraqlandırır, nə deizm, nə ateizm, nə teizm, heç nə maraqlandırır onu. Nə üçünsə bir səviyyəli görsənmək üçün nəsə demək lazımdır. Bu da elə bilir ki, din səviyyəsizliyidir. Başlayır ki, mən bu dini qəbul eləmərəm, falan. Özünü səviyyəli göstərmək üçün, natamamlıq var içində. Amma bir gün insanlar başa düşəcək ki, deyəndə ki, mən deistəm, dinsizəm, ateistəm, cəmaət deyəcək, bu nə səviyyəsiz adamdır. Bu necə adamdır, necə dinsiz yaşamaq, necə öz-özünü inkar edir bu insan.